Təbii ki, Amerika Birləşmiş Ştatları İranın tələblərini, şərtlərini, istəklərini qətiyyən qəbul etməyəcək. Çünki Amerika Birləşmiş Ştatlarının dövlət fəlsəfəsində başqa ölkələrin tələblərini qəbul etmək kimi bir anlayış və eyni zamanda buna bənzər fəaliyyət örnəyi də mövcud deyil. Ona görə də hesab etmək olar ki, Trump administrasiyası belə tələbləri bəlkə də dinləmir. Hazırda Amerika Birləşmiş Ştatlarına müvəqqəti də olsa atəşkəs rejiminin mövcudluğu olduqca vacibdir. Çünki Amerika Birləşmiş Ştatlarında aralıq seçkilər keçiriləcək və Trump administrasiyası, ümumilikdə isə Respublikaçılar Partiyası aralıq seçkilərinə Amerika Birləşmiş Ştatlarının savaşda olduğu bir mərhələ ilə girmək istəmir. Seçkilər ərəfəsində hərbi əməliyyatların davam etməsində maraqlı deyirlər. Ona görə də böyük ehtimalla aralıq seçkilərinə qədər İran və Amerika Birləşmiş Ştatları arasında atəşkəs rejimi davam edə bilər. Ancaq ondan sonraki mərhələdə böyük ehtimalla Amerika Birləşmiş Ştatları İrana qarşı daha sərt addımlar atmağa üstünlük verə bilər. Bu da o deməkdir ki, yaxın aylarda, yəni ilin sonlarına doğru, yəni bu ilin sonlarına doğru yaxın şərqdə daha geniş miqyaslı bir müharibənin başlama ehtimalı daha inandırıcı xarakter daşıyır.